Salam əziz abituriyentlər, buraxılış imtahanına düşmüş belə bir sualın həllini izah edəcəm. Bizə nə deyir burada? Deyir ki, verilən bu tənliyin sonsuz sayda kökü olarsa 7n bölünsün n plus n ifadəsinin qiymətini tapın. Əvvəlcə burada mən məhsulları sol tərəfə atıram. Görürəm ki, burada m və n parametrlərdir. Yəni m kvadratı x üstə gəl n kvadratı x minus 7x bərabərdir 2mn minus 7. X burada ortaq vuruqdur. X-i mötərizə xaricinə çıxardıram. M kvadratı üstə gəl n kvadratı çıxılsın 7 vurulsun x bərabərdir 2mn çıxılsın 7. Görürəm ki, biz burada ax bərabərdir b tənliyini aldıq. Ax bərabərdir b tənliyinin nə vaxt sonsuz sayda həlli var idi? A da bərabər 0, b də bərabərdir 0 olanda ax bərabərdir b tənliyinin sonsuz sayda həlli var idi. Deməli, m kvadratı üstə gəl n kvadratı minus 7 a-dır. Yəni, mən bunu 0-a bərabərləşdirirəm. M kvadratı üstə gəl n kvadratı çıxılsın 7 bərabərdir 0. Bir də b 2mn minus 7-dir. 2mn çıxılsın 7 bərabərdir 0-a. Bunlar hər biri 0 olduğundan bunları bir-birinə bərabər götürə bilərəm. M kvadratı üstə gəl n kvadratı çıxılsın 7 bərabərdir 2mn çıxılsın 7. Mən sağ tərəfdə olan ifadəni sol tərəfə atıram. Olacaq m kvadratı üstə gəl n kvadratı çıxılsın 2mn. 7-ni sol tərəfə atsam minus 7 plus 7 o bizə 0 verəcək. Yəni m kvadratı plus n kvadratı çıxılsın 2mn bərabər 0 aldım. Bu da müxtəsər vurma düsturudur. Yəni m çıxılsın n-in mötərizə kvadratı. Bu bərabərdir 0-a. M minus n-in kvadratı 0-a bərabərdirsə, deməli m bərabər m minus n bərabərdir 0 olacaq. Buradan da m n-ə bərabər olacaq. Bizə nəyi soruşur? 7n bölünsün n plus n ifadəsini soruşur. 7n bölünsün m üstə gəl n. Bu da bərabərdir 7n. Mən m-in yerinə n yazıram burada. N üstə gəl n. Bu da bərabərdir 7n bölünsün 2n. N'lər ixtisar gedir. 7-ni də 2-yə böləndə bizə 3,5 verəcək. Bu qədər.